Ayaqlar diz və çarpıqlarını özdə dururlar. Bundan sonra əgər hər bir bacarığa, hər biri ilk hansı bacarığa yerləşdirilir. Masanın üzərində müqayidə və postqoyulması. Sağ əllə postqoyulması götürülür. Sol əlin birinci və ikinci barmağına xarici kiçik və böyük cinsiyət aralarını düzgün, ayrılmışda düzgüsü, 3/1 hissəsini belə bir boylama vəziyyəti, uşaqlar daxil olunur. Bundan sonra göndərə vəziyyəti çevrilir və axıra qədər salınır. Axıra qədər salınırsa, laylarla ayrı vəziyyətlər açılır və burada açılır layların məqsədi odur ki, uşaqlıq boyunu laylarla arasında görülür. Uşaqlıq boyunu, baxın, belə bir vəziyyəti görməliyik. Əgər uşaqlıq boyunu tapdıqsa, deməli, bacarıqlarını burada uşaqlıq boyunu salınır, və yəni müayinəmizi məqsədindən uşaqlıq boyunu və uşaqlıq boyunu uşaqlıq boyunu xarici dəliyi qeyd etməli. Xarici dəliyi formasında konyekin silindriyeti deformasiyası var olsun, bəbək simptomu, müsbət və mənfi olması, yəni bəbək simptomu olması qeyd etməliyiz. Hər hansı ki, uşaqlıq boyu müayinə etdirmək, uşaqlıq boyu xarici dəliyi formasını qeyd etməliyik, konyek, silindriyet, deformasiyası, bəbək simptomu olmamasını bunları mütəqələr qeyd etməliyik. Bundan başqa hər hansı bir törəməli, kalifin və s. olmasını varsa qeyd etməliyik. Hər hansı bir yaranlıq, qoranlıq olmasına baxmalıyıq. Bundan sonra uşaqlıq infeksiyası tədricə saldığımız və tədricə xarici edilirdə biz çıxartdıq ki, uşaqlıq yolunun divarlarına baxırıq. Divarlarına qurduğuna baxırıq, elastikliğine baxırıq, hər hansı bir əlavə törəməli çıxaqları qeyd ifrazatın xüsusiyyətini qeyd etməliyik və tədricə yavaş-yavaş çıxardırıq. Bir saldığımız kimi 3/1 yenə boylama, bağlı formada xarici edilir və